Keçən il sentyabr ayında dostumun məsləhəti ilə bu kurs haqqında məlumat aldım. Dövlət Məşğulluq Agentliyinə müraciət elədim. İmtahan verdim və imtahandan uğurla keçdim. 1 aydır başlayıb 4 ay boyunca davam edəcək. Bu dövrdə Excel, Power BI, SQL, Python kimi proqramlar haqqında müəyyən biliklər əldə edəcəyik. Kursumuzda müəyyən şərtlər var ki, bu şərtlər ödənildikdə, uğurla nəticələndikdə, fərqlənmə sertifikatı aldıqda müəyyən iştirakçılarımız işlə təmin olunmaq şansı da var. Buradan bizə baxanlara səslənirəm ki, əgər kimsə işlə təmin olmaq istəyirsə, data analitika sahəsinə marağı varsa, bu kurslarda iştirak etməyi, Dövlət Məşğulluq Agentliyinə müraciət etməyi məsləhət bilərəm. Filiala yaxınlaşdım, orada Məşğulluq Agentliyinin işçiləri mənə kurslar təqdim elədi. İmtahanı uğurla keçdim. Sonra müsahibəyə çağırdılar. Müsahibəndə uğurla keçəndən sonra mart ayının sonlarında artıq bizi çağırdılar təlimə. Bu kursa çox güvənirəm. Məqsədim də ki, fərqlənmə sertifikatı ilə bitirməkdir bu kursu. Ondan sonra 100% əminəm ki, işlə təmin olunacam. Bütün gənclərə, işsiz gənclərə məsləhət görürəm ki, Dövlət Məşğulluq Agentliyinə müraciət eləsin. Burada təkcə data analitika yox, hər kəsə uyğun sahələr var və tam ödənişsiz şəkildə tədris olunur bu sahələri. Dövlət Məşğulluq Agentliyindən Haqq Tədris Mərkəzinin əməkdaşlığı 3 ildən çoxdur ki, davam edir. Bu əməkdaşlıq çərçivəsində artıq 9-cu qrupdur ki, data analitika üzrə tədris alırlar. Bir neçə qrupumuz olub ki, işlə təmin olunma göstərici 100% olub. Bacardığımız qədər bu müddət ərzində öz bilik bacarıqlarımızı həmin yoldaşlara ötürməyə çalışırıq. Microsoft Excel, Power BI, Oracle SQL, Python proqramları üzərindən 6 fərqli modul üzrə tədris alınır. Aydın məsələdir ki, həmin period ərzində kifayət qədər yoldaşların imtahanları olmuş olur. Bura aralıq imtahanları, sessiya imtahanları, sertifikat imtahanları, sonda layihələr işləmiş olurlar. Daha yüksək nəticə göstərənlər çox rahatlıqla gələcəkdə iş tapa bilirlər.